Bismillahirrahmanirrahim. Gördüğünüz kimi blenderimiz artık hazırdır. CVC Avromix. Bu gördüğünüz kimi bağlandı. Qəşəng, gözəl. Sadəcə bunları salarkən, onu da deyim, bu vidaları bunları salarkən bunların altında purjunlar var. O purjunlara diqqət eləyin ki, itməsin. Mesela bağladık. Demək, burada iki dənə o şurubun yerləri idi. Mən sizə vaxt izah elədim. Buna bir açmaq çox zor idi. Çünki bunlar o qədər möhkəm çalmışlar ki, oraya çıxmırdılar. Mən ta dillə deşdim. Bunları çıxartdım inşallah. Bir dənə də inşallah ki, test eləyək. Bunu taxaq toka. Hər vaxt işləyərkən, hər vaxt dedik ki, əvvəl xahişimiz budur ki, tokdan çıxardın. İşi görün. Çünki tokdur. Ta tok heç kəsə hörmət eləmir. Ona görə də ehtiyatlı olun. Salam demək, iki dənə skorusu var. Gördüyünüz kimi bu birinci skorusu, bu da ikinci skorusu. Əlbəttə indi ola bilər ki, zavod skoy olmadı. Çünki zavod bunları koymuştu. Dediğim kimi bunlar hamısı defekt çıxdı. Tabii biz bunları peridelik elədik. Bunlar artıq koymuştu. Ona görə də bunları atı zibil yeşiyle. Amma inşallah ki, blenderimiz hazırdır. Gözəl, qəşəng. Ev məhsulu. Çalışın ki, hər bir ev məhsulunu başardığınız qədər özünüz təmir eləyin ki, çünki insan öz malı olduğuna görə onu ürəklə təmir eləyir. Allah köməyiniz olsun. Allah bu qurbağa kleyini də düzəldənləri var eləsin. Düz bunlar da kitaylılardır, amma çox səmaralı bir kleydir ki, tavsiyə edirik ki, belə bir şeylərdə yanınızda olsun. Allah sizləri korusun və bizlərə dua etməyi unutmayın. Əlbəttə bu 4 dənə video oldu. İndi bunlar görə zaman olsa yığcam eləyib bir video eləyəcəyik. Amma olmasa da elə belə, yəni hissə-hissə. Yəni indi birinə baxarsınız, nəticə almadınız, 2, 3, 4. Axırıncı nəticəmiz işin sağlamlığı və gözəlliyidir. Allah sizlərə uğur versin və izləyərkən bizlərə dua etməyi unutmayın. Allah sizi qorusun.